Hər vaxtınız xeyir olsun, dəyərli Empati izləyiciləri. Qadın Saatı proqramına baxırsınız. Hər zaman olduğu kimi fərqli mövzulara toxunuruq. Bu dəfə də həmin günlərdən biridir. Çox gözəl mövzu seçmişik. Təbii ki, hər birimizi maraqlandıran qadın-kişi münasibətləri və bu mövzunu bizimlə müzakirə edəcək psixoloq Nəzrin Həşimzadə. Nəzrin xanım, xoş gəlmisiniz studiyamıza. Xoş gördük Sevinç xanım. Ümid edirəm ki, çox maraqlı müzakirəmiz olacaq və təbii ki, sizin o çıxışlarınıza mən hər zaman baxıram. Bizim tanışlığımız da uzun zamana dayanır. Artıq bir səhv etmirəmsə 3 ilə yaxındır ki, tanıyıram sizi. Demək olar ki, son günlərdə ən çox izlədiyim psixoloqlardan birisiniz və çox gözəl analizlər, çox gözəl yanaşmalar. Məncə yerinə düşər ki, bu gün sizinlə qadın-kişi münasibətini müzakirə edək. Çox təşəkkür edirəm Sevinç xanım. Mənə də çox xoş oldu. Ümid edirəm izləyicilərə də faydalı məlumatlar vermiş olarıq. Təbii ki. Baxın Nəzrin xanım, son günlər həqiqətən də hər yerdə seminarlar keçirilir, qadın-kişi münasibətləri. Əslində hardasa doğrudur ki, bunu qabartmalıyıq, bu haqda danışmalıyıq ki, insanlar maariflənsin və çox gözəl olar ki, biz bir-birimizin psixologiyasını bilək, insan olaraq bir-birimizin psixologiyasını bilsək, yaşamaq mənə elə gəlir daha asan olur, yargılamadan, qınamadan. Amma münasibətlərdə biraz sanki nə qədər də psixologiyamızı bilsək də, münasibətlərdə yenə çatışma yaranır və niyəsə münasibətlər bu gün çox çətinləşib. Əslində münasibətləri çətinləşdirən nədir ki? Münasibətləri çətinləşdirən daha çox qadınların, xüsusilə də qadınların, niyə bəs qadınlara toxunuram? Çünki qadınlar daha emosional varlıqdır. İstəklər və ehtiyaclar arasındakı fərqdir. Qadınlar istəklərin və ehtiyacların nələr olduğunu tam olaraq bilmir. Bir nümunə üzərindən getmək istəyirəm. Bir pasiyentim var idi, çox gözəl bir xanımdır, subaydı və istək olaraq belə bir bəyəfəndini, bəyi istəyində qoyub ki, çox güclü olacaq hər cəhətdən, həm fiziki cəhətdən, həm psixoloji cəhətdən, maddi cəhətdən və s. Amma bu qadın istəyidir. Qadın necə bir qadındır? Dominant bir qadındır, idarə eləməyi sevən bir qadındır və qadının ehtiyacı odur ki, qarşı tərəfi idarə edərək özündə olan öz güvəni, öz dəyəri qaldırsın. Bunu dilə gətirir ki, mən istəyirəm ki, idarə edərək bunları əldə edim. Bəli, bəli. Yəni dominantlığı var və idarə edərək bunları əldə etmək Bəli, istəyir. idarəçilik qabiliyyəti xanımda daha üstündür, daha yüksəkdir. Xanımın da ehtiyacı budur. İstək nə oldu? Güclü kişi. Ehtiyac nə oldu? Dominantlıq. Öz gücünü sərgiləmək. Bəli. Amma belə bir məsələ var ki, güclü kişini idarə eləmək olmur. O qadın əgər həyatına güclü bir kişi obrazını çəkirsə, o kişini idarə edə bilməyəcək o qadın. Və beləliklə qadının özünə olan öz güvəni, öz dəyəri biraz da olsa düşmüş olacaq. Ehtiyac və istəklər arasındakı fərq də elə budur. Qadın bilməlidir ki, onun istəyi nədir, ehtiyacı nədir. Bir nümunə üzərindən də gedək. Daha çox məsəl sosial şəbəkələrdə biz bunu görürük. Xanımlar baxır, deyir ki, filan kəsə. Bax, onun həyat yoldaşı ona görə nələr elədi, nələr aldı. Gəlir öz həyat yoldaşından da onları tələb edir. Əslində istək nədir? Bahalı hədiyyələr misaldır. Amma ehtiyac nədir? Özünü dəyərli hiss etmək, diqqət, qayğı, sevgi. Çox gözəl vurğuladınız əslində. Münasibətdə bir başqalarını nümunə kimi götürmək. Yəni bu gün hamımız sosial şəbəkələrdir və təbii ki, bu gün göstəriş zəmanəsidir də. Hər kəs hər şeyi göstərir. Yalan, gerçək, bilmirik indi bu çəkilişin bir arxa kadrı mütləq ki var da. Yəni hər şey olduğu kimi deyil və ona baxıb özənən qadınlar var. Bu daha çox qadınlarda olur. Bilmirəm, elə bəylər varmı ki, filan kəs belə həyat yaşayır, biz də yaşayaq. Daha çox niyəsə qadınlar özənir və o da onu istəyir. Onda belə bir sual yaranır ki, münasibətlərdə sosial şəbəkənin nə kimi rolu var və ya rolu varmı? Əslində biz bunu çox yaxşı analiz etməyi bacarmalıyıq ki, sosial şəbəkə günümüzdə nə üçün var, niyə var? Sosial şəbəkəni biz istifadə edirik. Çünki məsələn çox ağır bir iş rejimimiz olur. Evə gəlirik, istirahət etmək istəyirik, gülmək istəyirik, əylənmək istəyirik və sosial şəbəkədəki insanlar da, blogerlər də bizi əyləndirir, güldürür. Əslində bizə göstərdikləri həmin o səhnələr sosial şəbəkənin məqsədidir, əyləncə.
Gülmək, demək, eləmək və s. Amma bu reallığı göstərmir. Qadınlarımız isə elə başa düşür ki, göstərdikləri o səhnələr real səhnələrdir və artıq öz münasibətlərində də müqayisə etmiş olurlar ki, onun həyat yoldaşı ona o hədiyyələri aldı, mənə almadı. Gözəllikləri görür, amma halbuki o kadr arxası var, səhnə Bəli. arxası var. Və əslində biz insanların real həyatlarını görsək, bəlkə də o insanın yerində heç vaxt olmaq istəmərik. Bir də hər kəsin, belə deyək də, ailə. Bu sənin ailəndir, bu sənin həyat yoldaşındır və siz hansı istəklər və hansı ehtiyaclar üzərə bir yerdəsiz, ona baxmaq lazımdır. Mən tutaq ki, bu gün baxıram ki, filan kəsin həyatı bu cürdür. Əgər məndə o şərtlər yoxdursa, onu deyib niyə çətinləşdirirəm ki münasibətimi və ya ona özənib, onu istəyib niyə münasibətimi çətinləşdirirəm? Hər kəsin edə biləcəyi şeylər var. Ayağı yorğana görə uzatmaq. Eynilə və bir də, hər kəsin öz yaşam qaydaları var. Bəlkə sənin həyat yoldaşın o cür yaşamağı sevmir. Bəlkə sənin həyatın əslində ondan da gözəl və ondan dəyərlidir Bəli. və bəlkə sən daha gözəl yaşayırsan həyatını. Ondan da gözəl yaşayırsan, amma sən sərgiləmirsən. Bəli. Xanımlar sosial şəbəkədə müqayisə edir özləri digərləri Bəli. ilə və öz real münasibətlərini məhv etmiş olurlar. Eynilə. Yanındakı kişi əslində çox gözəl, çox güclü bir kişidir. Əsl, yəni kişi xüsusiyyətləri olan bir insandır. Amma bir digər xanıma baxır və müqayisə edir. Deyir ki, məsələn, Əhməd bunları edirdi. O zaman yoldaşından ayrıl, get Əhmədin yanına. Yəni bu reallıq var. Başa düşürsüz? Bir şeyə baxıb müqayisə edərək yanımızda olan dəyərli bir insanı itirməməliyik. Və onu itirdiyimiz zaman artıq o əşyanın olsun, fərq etməz, insanın olsun, dəyərini anlamış oluruq. Ona görə də itirməyə bu qədər can atmamalıyıq. Bir şeyi məhv etməyə can atmamalıyıq. Çünki gördüklərimiz, yəni gözümüz də bizi hərdən aldadır. Deyirlər, göz yalan danışmaz, görürük və s. Xeyr, yəni gördüyümüz sosial şəbəkədir, amma yalan. Nəzrin xanım, bir məsələ də var. Biz sosial şəbəkədə əslində deyirik ki, məsələn, blogerlər və ya xanımlar paylaşır, təsir edir, amma dırnaqarası mütəxəssislər də bu gün təsir Hı. göstərir sosial şəbəkədən. Onlara necə və onlara nə ad verək? Tutaq ki, taktikalar öyrədirlər. Bunu bu cür edin. Sizcə münasibət taktika ilə qurulurmu? Yəni ümumiyyətlə nə deməkdir ki, iki insan arasında olan münasibətə taktika girəcəksə, sizcə bu saxta bir şey sayılmır ki? Mən psixoloqlardan çox coachlarda bunu görürəm. Məsələn, vazgeçilməz olmağın 5 sirri. Onlar dəhşətdir. Və yaxud o insanı necə edə bilərik ki, o insan məni itirməkdən qorxsun və s. Bir çox taktika, 5 taktika, 10, 15 taktika. İndi məsələnin real tərəfi də var. Bu taktikalar işə necə yarayır? Gəlin birinci buna baxaq. Elə insan var ki, məsələn, 2 xanım götürək. Birinci xanımı biz analiz edək, onun münasibətini. Bu xanım normalda zənglərə məsələn 5 dəqiqə gec cavab verir. Bu əsas taktikalardan birisidir. Zənglərə gec cavab verir. 5 dəqiqə, 10 dəqiqə, 1 saat gec cavab verir və qarşı tərəf əgər öz dəyəri aşağı bir insandırsa, öz güvəni aşağıdırsa bu bəyin, bu kişinin, istər-istəməz nə edir? Deyir ki, görəsən mənim zənglərimə niyə gec cavab verir? Yəqin məni sevmir, mənə xəyanət edir, aldadır. İstər-istəməz onun travmasına toxunur o xanım və o kişi nə edir? Gəlir həmin xanımın arxasıca ki, sən niyə mənim telefonlarıma baxmırsan, telefonlarımı açmırsan? Bu taktika bu kişilərdə işə yarayır. Niyə? Çünki onun travmasına toxunmuş olur. Amma əsas məsələ də var ki, o kişidə o travma həll olunduğu zaman o qadını tərk edir. Çünki qadın artıq onu incidə bilmir, təhdid edə bilmir. Bu birinci bizim nümunəmiz olsun. Gəlin indi ikinci nümunəyə baxaq. İkinci nümunədə bir xanım taktikadan istifadə edir, zəngləri 5 dəqiqə gec cavab verir. Qarşı tərəf doğru analiz etmə qabiliyyəti varsa, güclü bir kişidirsə, normal şəkildə, normal doğru üslubda öz fikirlərini izah etmiş olur ki, sənin etdiyin əslində doğru deyil, yanlışdır. Və münasibəti bu şəkildə onlar istiqamətləndirmiş olurlar. Yəni demək istədiyim odur ki, bəzi insanlarda taktikalar işə yaraya bilər. Amma onlarda işə yarayan taktika məndə, sizdə, bir başqasında işə yarayacağı anlamına gəlmir. Əlbəttə insanlar fərqlidir. Bir halda ki, biz danışırıq ki, hər kəsin öz psixologiyası var da. Yəni indi ümumi deyəndə bu hamıya şamil olunmur ki, siz demiş bəlkə birinin nə bilim
həyəcan pozuntusu var. İndi mən onların adını bilmirəm sizin kimi. Bəlkə yəni bir insanın hər hansı psixoloji problemi var, onu o şəkildə türklər demiş, mərakda saxlayanda bəlkə daha başqa şeylər çıxacaq Bəli. altından. Yəni əslində mənə də elə gəlir ki, bu doğru bir şey deyil, amma günümüzdə dəhşət çox yayılıb da. Yəni hər kəs bir yöntəm, bir taktika, indi belə et, bu sözləri de, Sona kimi cavab getməyəcək o vermə. münasibətlər. O münasibətlər sona kimi getməyəcək. İnsanlar düşünür ki, əsasən də qadınlar düşünür ki, bu şəkildə yanımdakı insanı bir ömür yanımda saxlaya bilərəm, amma bu belə deyil. O insanın travması tam sağalandan sonra, öz üzərində inkişaf etdikdən sonra artıq görür, qadın görür ki, heç bir şey yaramır və Bəli, kişi ondan uzaqlaşmağa başlayır. bəli. Yanında qalmır deyirsiniz. Bəs əslində bir insanı bir insanın yanında saxlayan nədir? Nə Güvən, saxlaya bilər? güvən, dürüstlük. Bir insan nə qədər dürüsttürsə, o qədər o sizin həyatınızda var. Əgər çıxıb gedirsə belə, dürüstlükdən çıxıb gedir. Uyğun gəlmir. Bir insan yaxşı insan ola bilər, amma o demək deyil ki, bizə uyğun insandır. Gözəl insandır, dəyərli insandır, gözəl xüsusiyyətləri var, amma mənim dəyərlərimə uyğun deyil. Mənim xüsusiyyətlərimə, istəklərimə uyğun deyil. Ona görə də səviyyəli bir şəkildə münasibəti sonlandırmaq daha gözəl olur. Və həqiqətən də insanı insan edən də elə dürüstlükdür. Biz istəyiriksə ki, başqa insanlar bizi sevsin, dəyər versin, hörmət qoysun, yanımızda qalsın, dürüst olmalıyıq. Yəni biz bir insanı yanımızda saxlamaq istəyiriksə, dürüst olmağımız kifayət edər. Yəni taktikasız, dürüst, necəsinizsə eləsiz. Səhvlərinizlə, düzlərinizlə o insan sizin üçün doğru insandırsa, onsuz da ki, sizin yanlışlarınızı da qəbul edir, səhvlərinizi də qəbul edir. Bəzi səhvlər var ki, düzəltməyə ehtiyac yoxdur. Bəzilərini isə deyir ki, biz birlikdə həll edərik. Bəs bu ayrılıqlarda asılılıq, sevgi, bu münasibətlər qarışdırılır bəzən. Sizcə sevgi asılılıqdırmı? Asılılıq sevgidirmi? Bunları bir-birindən necə ayırd edək biz? İnsanlar bəzən getmir, məsəl bir-birindən qopmurlar. Deyir ki, bu sevgi deyil, tamam. Sevgidən bir-birinin yanında qalmırmı və ya asılıdırmı ki, bir-birinin yanında qalır? Buna bir aydınlıq gətirək. Deməli, bir insan, yenə də xanımlardan yola çıxacağam. Niyə? Xanımlar əslində məndən inciməsin, çünki daha duyğusal varlıqlardır kişilərə nisbətən. Həm də münasibətlərdə xanımlar daha çox rol oynayır. Bəli, Belə deyək də, nə qədər də bəylər yürütür deyirlər. Yəni münasibəti bəy davam etdirir. Düşünürük ki, bir münasibəti yalnız bəylər sonlandırır. Hə, xanımlar getmir, gedərsə bir dəfəlik gedər kimi bir anlayışlar var. Yəni xanım daima anlayışlı tərəf sayılır, amma bəylər kəskin tərəflər sayılır münasibətlərdə. əslində münasibətin planını quran xanımlar olur. Bəli. Kişi düşünür ki, planı mən qurdum, xeyr. Planı hər zaman xanım qurur, gedişatı kişi təyin edir. Qadın gedirsə, bəli gedir. Kişi gərək gedişatı doğru şəkildə yönəldə bilsin. Hı hı. Və mənim demək istədiyim də budur ki, qadınlar, bir kişi qadının həyatına daxil olur, bir qadının. Və qadın günlük həyatda hər hansısa bir məşğuliyyətləri var. Deyək ki, idmanla məşğul olur, rəsmlə məşğul olur, rəfiqələri ilə gedir bir dənə kofe içir, çay içir, fərq etməz. Bu bəy bu xanımın həyatına girdiyi zaman xanım götürür o bəyi həyatının mərkəzinə qoyur və digər bütün o işləri özündən kənarlaşdırır. Deyir ki, idmana ayırdığım vaxtı yenə kişiyə ayıraram. Özünü o işlərdən Bəli, kənarlaşdırır. bəli, özünü Eləmi? Özünü təcrid eləyir. bəli, Tamamilə bəyə yönəldir. tamamilə bəyə yönəldir. Saat 3-dən 4-ə kimi bu qadın rəfiqələri ilə görüşürsə, rəfiqələri ilə görüşməyi kəsir, həmin o bəylə görüşür və yaxud da idmana gedəcəksə getmir, bəylə görüşür. Bütün enerjisini o bəyə verir. Mərkəzində bəy olur və normal olaraq da, yəni bəy artıq görür, oğlanlarda da, kişilərdə belə bir şey var ki, sıxılırlar, çox sevgidən sıxıldıqları üçün artıq o xanımı tərk edib gedir. Xanım da depressiyaya düşür, istər-istəməz narahat olur. Bir insan da necə depressiyadan çıxmalıdır? Məşğuliyyətləri ilə, hobiləri ilə. Görür ki, heç bir hobim yoxdur, nə idmana getmirəm, nə rəfiqələrim yoxdur, heç bir şey yoxdur. Artıq hər şey əldən gedib. Bəli, burada artıq görürsüz sevgi yoxdur, asılılıqdır. İndiki partnyorlar düşünür ki, bütün gün birlikdə vaxt keçirmək, gedib birlikdə hardasa oturub çay içmək, kofe içmək, görüşmək, hər gün eyni saatda görüş təyin etmək bu sevgidir. Xeyr, bu asılılıqdır. Bunu özümüz asılılığa çeviririk də, öz Eynən, əlimizdədir. öz əlimizdədir. Kişi, qadın münasibətə başlamadan öncə deməlidir ki, məsələn, kişi deyir ki, saat 3-dən 4-ə kimi idmanla məşğul oluram. Qadın da deyir ki, saat 3-dən 4-ə kimi rəfiqələrimlə görüşürəm. Bu belə də qalmalıdır.
Həmin saatlarda hər kəs öz işini görməlidir. Bu belə. Yəni həftədə 2 dəfə də görüşsə çox kifayət edir. Bu məsələdir. Amma yox, bütün gün bəy, bütün gün xanım, bütün gün birlikdə vaxt keçirmək, getmək, nə bilim, kinoya, restorana, ora bura getmək bu artıq sevgi deyil, asılılıqdır. Da qısqanclıq deyə bir anlayış da var axı. Yəni belə deyim də, xanım deyir ki, mən idmanla məşğul olacağam Hı, filan saatdan falan. Bu ümumiyyətlə münasibətdirmi? Yəni mənə təbii elə ki. gəlir ki, yəni mənim baxış Hı tərəfimdən hı. baxsa, bəlkə də məndə asıllıq həddindədir o düşüncə ki, mən düşünürəm ki, hə, bir-birindən ibarət olmalıdır. Bir-birindən Aha, təbii, bir-birindən ruhən onsuz da ibarətdir. Bir insana güvənirsiniz və o insanı sərbəst buraxırsınız. Çünki siz o insanı sərbəst olanda tanımısınız və qəbul etmisiniz. O xanım idmana gedəndə onu o formada qəbul etmisiniz. Bilirsiniz ki, bu insanın normal günlük yaşamında idman var, rəqs var, o var, bu var. Bunu bilərək, bunu sonradan mən səni sevirəm, mən səni qısqanıram, getməməlisən demək çox absurddur və yanlışdır. Bu Axı doğru orada münasibət mənimsəmə deyil. deyə bir şey var da. Gəlin Nəzrin xanım belə baxaq. Yəni bizdə münasibət anlayışının içində mənimsəmə var. Yəni biz beləyik cəmiyyət olaraq. Artıq mənimsəm və mənimsəyəndən sonra bəli, orada qısqanclıq da girir işin içinə və sizcə haqlı deyillərmi? Yəni qısıtlamaqda haqlı deyillərmi? Hara getdiyin, məsəl üçün, rəfiqələrinə ayırdığın vaxtı, bəli, yaxşı olmazmı ki, münasibətini ayırasan? Münasibətin də gün ərzində öz vaxtı var deyə düşünürəm. Çünki rəfiqə də mənim rəfiqəmdir. Münasibət qurduğum insanda bu da artıq münasibət qurduğumuz insandır. Sağlam qısqanclıq təbii ki var və olmalıdır. Necə olur ki, sağlam qısqanclıq? Sağlam qısqanclıq odur ki, yəni bir insan düşünür, görsən neynir, nə edir? Məsələn, qadın idmana gedir. İdman salonunda kişilər olacaqmı, olmayacaqmı? İstər-istəməz, bəli, düz deyirsiniz. Bizim cəmiyyətdə kişilərdə Hə, o mənimsəmək var ki, o qadın mənimdir demək var və qısqanırlar. Bunu dəyişə bilmərik. Dəyişirsə gərək biz cəmiyyətimizi dəyişək. Bu da mümkün deyil hər kəsdə və normal şəkildə qısqanclıq, bəli, ola bilər. Qısqanır, yəni çünki sevir o insan, dəyər verir. Amma qısıtlamaq artıq qısqanclığın ən pis nöqtəsidir. eee, Qısıtlayır ki, sən getməməlisən. Amma bu yanlışdır. bəs neynəsin? Bəs neynəsin? Yəni insan qısqanırsa, qısqanclıq varsa mütləq şəkildə qısıtlama var. Mhm. Başqa necə Müəyyən mümkündür ki, yəni qısqanıram, amma sadəcə qısqanıram da. Yəni sən idmana mı gedirsən və ya rəfiqələrinlə görüşürsən, mən səni qısqanıram. Bu qədər. oğlan da həmin saatda o salona yazıla bilər. Bu və yaxud da, kişi saat deyək 2-dən 3-ə qədər harda olsun, işdədir deyə bu, kofe shopda oturur, bütün gün işini görür, qadın o zaman getsin kişinin yanına. Bu amma sən artıq ora gedə bilməzsən. Bu bilirsiniz nəyə oxşayır? Belə bir şey var. Evlənəndə deyirik, sən anangilə gedə bilməzsən. Baxın, Hı o -hı. qədər absurddur. Siz bir insanı qısqana bilərsiniz, amma ortaq məxrəcə gəlməlisiniz ki, nə edə bilərsiniz ki, onu qısıtlamayasınız. Müğənnidir kişi, deyirsiniz ki, bəs kişinin həyat yoldaşıdır, qısqanır. Həyat yoldaşına bilet alsın, gəlsin ən öndə otursun, onun konsertinə tamaşa eləsin. Ümumiyyətlə qısqanclıq sevgini məhv eləyir. Dozunda məhv eləmir, amma dozundan çoxdursa, məhv eləmək nədir? Daha üstü. Bəs o zaman kişilər nə istəyir? Belə deyək. Kişilər Yəni biz deyirik ki, hər şeyi dozunda Hı edək. hı. Tamam, deyirik ki, qadınlar da elə qadın var ki, razılaşır hər şeylə. Hı hı. Bu da deyirsiniz ki, gəlir asılılığa çıxır. Yəni münasibətdə təbii ki, deyəcəksiniz ki, orta yolu tutmaq ən gözəlidir. Əm, Hər kəs də sağlam təfəkkürdə deyil ki, bu dəqiqə sağlam psixikada deyil ki, orta yolu tutsun. Hı hı. Bizdə həmişə deyirlər ki, qadınlar nə istədiklərini bilmir. Bəzən də bax burdan yana çıxaraq deyirəm ki, kişilər nə istədiklərini məyər bilirmi? Tam olaraq bir sual verim. Kişilər nə istəyir? Hı hı. Biz bəs nəyə görə deyirik ki, bir insan eyni yola çıxmamışdan öncə ayrı-ayrı da psixoloqa getməlidir, Hı. cüt də psixoloqa getməlidir. Bu mütləq olmalıdır. Çünki bilməlidirlər ki, mən həqiqətən də qarşımdakı insanı tanıyıram, yoxsa yox. Birinci bunu bilməlisiniz. İkinci Ümumiyyətlə mümkündürmü ki, tanımaq, yəni qarşımızdakı insanı bir mən münasibəti qurmadan, birgə yaşamadan, bir situasiyaya Hı düşmədən, hı. biz danışaraq heç vaxt bir-birimizi tanıya bilmərik. Çünki Təbii. ümumiyyətlə bizdə cəmiyyət olaraq rola girmə deyə bir şey var. Özünü yaxşı təqdim etmək, obraza girmək,
hadisələrə uyğun davranmaq. Sizcə ailə qurana kimi hər kəs əslində özünü olduğu kimi göstərirmi? Bir yerdən sonra bəli göstərir, çünki deyirlər, yalançının ömrü 40 gündür. Münasibətlər elə bir mövzudur ki, bir yerdən sonra mütləq şəkildə kişilər daha çox göstərir. Bilirsiniz kişilər nə istəyir? Bir problem olur. O problemdə qadın çox emosional davranır. Deyir ki, gəl bu məsələni birlikdə həll edək. Qulaq as, bax bunu elə edə bilərik, belə edə bilərik. Kişi amma istəyir ki, biraz olsun, arada bir məsafə olsun, bir fikirləşə bilsin ən azından, məsələni, problemi dərk edə bilsin. Zaman istəyir, tələb edir ki, xahiş edirəm əzizim, bir saatdan sonra yenidən bu məsələni müzakirə edərik. Qadın deyir, yox, indi etməliyik, mütləq indi etməliyik. Kişi nəyə görə bəs bu həmin problemdən qaçır? Çünki narahatdır ki, qarşıdakı qadın emosional olduğu üçün bir yerdən sonra gəlib onu günahlandıracaq. Kişilərdə o qürur var, o özgüvən var. İstəmirlər ki, qürurları qırılsın. Ona görə də münasibətdəki o problemi ötüşdürməyə çalışırlar ki, biraz da bu xanımla indi mən bunu danışsam, bu mövzunu müzakirə etsəm, indi 100% ən zəif nöqtəmdən məni vuracaq. Ondan narahatdırlar, qorxurlar. Ona görə də məsələni uzaldırlar və kişilər əslində bunu istəyir ki, ən azından hər hansısa bir problem yaşandıqdan sonra bir saat, bir 15 dəqiqə, yarım saat, çox yox, heç olmasa bir 10 dəqiqə olsa kişi öz fikrini toparlaya bilsin. Qadın o kişinin üstünə gəlməsin. Biraz Siz orada huzur, rahatlıq istəyir. sanki daha belə yumşaq danışdınız kişilər tərəfdən ki, deyirlər ki, əzizim, indi özümü yaxşı hiss eləmirəm, birazdan danışaq bu məsələyə. Elə olmur. Yəni çox vaxt elə olmur. Bunu mən öz yanımdan demirəm. Qadınlarla çox sıx-sıx görüşən bir xanım kimi deyirəm və bizə yazılan məktublara əsasən deyirəm, bizə verilən suallara əsasən deyirəm, bizimlə bölüşülən ailə hekayələrinə əsasən deyirəm ki, bəylər o şəkildə olmur ailədə. İndi bu bilmirəm qadındanmı qaynaqlanır ki, bəy o cür aqressiv danışır, situasiyaya bir tərəfli baxmayaq da. Aha, Bəzən biz deyirik ki, kişi belə dedi, amma bilmirik ki, o kişini o şəkildə dedizdirən hansı vəziyyətdir, məsələdir. qadının hansı sözüdür. Bəli. Və ya qadın deyir ki, sizə rahatdır danışmaq. Misal üçün biz olub ki, bizə deyirlər ki, bu mövzu ətrafında danışın. Biz danışırıq, mütəxəssisdən fikirləri alıb söyləyirik. Sonra yazırlar ki, sizə danışmaq çox asandır. Siz mənim yaşadığım şəraiti, siz dediyiniz kimi deyil. Yəni sanki sizin dediyiniz kimi olsam da dəyişməyəcək mənim bəyim. Yəni sizə bu taktikaları demək, taktika deməyək, yəni bu psixoloji cəhətdən yanaşmanı deyək. Axı Nəzrin xanım, bu gün ailələrdə dediyimiz kimi hər kəs psixoloqa getmir axı. Çoxu xanımına da icazə vermir getməyə ki, gedəcək, psixoloq deyəcək ki, get boşan. Yox. Bu gün çünki psixoloqlar məsləhət verdiyinə görə psixoloqlara getməyə ehtiyat eləyirlər. Bilmirəm, həqiqətən də bəlkə elə psixoloqlar var ki, onlara boşan deyə tövsiyə edirlər və ya insanlar özləri dəyişir, fərqinə varırmı, boşanır. Yəni bu situasiya necə baş verir? Bizim danışdığımız kimi deyil məlum Aha. məsələ. Gəlin ən başa qayıdaq. Mən bir mütəxəssis olaraq təbii ki də məsələni biraz yumşaldıb deməliyəm. Bir çox kişi bunu normal üslubda deməsə belə, aqressiv şəkildə desə belə, bu da yenidən gəlir eyni nöqtəyə gəlib çatır ki, qorunma mexanizmaları onlarda aktivdir. Yəni qorunma mexanizması olaraq kişi deyir ki, sən məni incitmə, birinci doğru üslubda deyən kişi, sən məni incitmə, bir 5 dəqiqə biz ara verək, ondan sonra mən fikirlərimi sənə izah edərəm. Digər tərəfdən də kişi aqressiv şəkildə cavab verir ki, sən səhvsən, beləsən. O da yenidən gəlib eyni nöqtəyə gəlib çatır ki, kişi qorunma mexanizmasını aktiv tutur ki, qadın onu incitməsin, qadın onu zədələməsin. Baxın, bu məsələ belədir və bilirsiniz, bəli, bir çox ailələrdə çox diqqətimi çəkdi o cümləniz. Bir çox ailələrdə bu problem var. Deyirlər ki, sən psixoloqa getmə, getsən psixoloq sənin fikrini Dəyişəcək. dəyişəcək. Amma belə deyil. Psixoloq heç kəsin fikrini dəyişmir. Onsuz da biz demirik ki, bunu belə etsən yaxşı olar, elə etsən yaxşı olar. Biz sadəcə o insana baxırıq, o insanı analiz edirik və tamamilə suallarla qarşı-qarşıya qoyuruq həmin insanı. O insan o sualları cavab verəndən sonra, suallara cavab tapandan sonra onsuz da ən doğru yolun nə olduğunu bilir. Bizə görə əslində doğru yol əvvəlcədən görünür, amma biz onu təbii ki də pasiyentə deyə bilmərik. Sonra gedir xanım həmin yoldaşından ayrılır.
günah olur bizim üstümüzdə. Bizim üstümüzdə qalır ki, psixoloqa getdi, psixoloq onun fikrini dəyişdi. Amma biz dəyişmədik. Və ona görə də qoymurlar. Ona Dediyim görə də kimi qoymurlar. bugün mən hər proqramda buna toxunuram. Çünki bu videonun ə, nə zaman kimin qarşısına çıxacağını bilmədiyim üçün, yəni həmişə hər proqramda bu mövzuya toxunuram. Biz cəmiyyət olaraq, xanım olaraq, bəy olaraq psixoloqa problemlə üz-üzə gələndən sonra gedirik. Bəli. Məsələ budur. Yanlış tərəf də budur. Çünki biz problemlə üzləşirik və gedirik özümüzü kəşf etməyə. Hı, Əslində biz özümüzü kəşf edib ailə qurmalıyıq. Amma biz bəli. gedirik problemlə baş-başa qalırıq. Hə, ondan sonra deyirik ki, çözə bilmirik. Nəsə var, yanlış gedən bir şey var. Gedim görüm nə edə bilirəm. Amma o gedəndə də bir məni kəşf edirik. Halbuki biz bu məni heç vaxt kəşf etməmişik. Məni kəşf etmədən biz olmuşuq, ailə qurmuşuq və sonra başlayırıq o ailə var, uşaq var, psixoloqa gedirik. Psixoloq da təbii ki, fərqindəliyimizi artıracaq, özümüzü düşünəcəyik, öz anlayışı gələcək, nə olacaq və ailə dağılacaq. Aynen. Ona görə də ya çox həqiqətən də sözün əsl mənasında psixoloqla rastlaşsalar nə gözəl ki, bu gün biraz çətin məsələdir. Çünki bu gün o qədər, yəni nə qədər yaxşı psixoloq varsa, bir o qədər də yanlış psixoloq var. Pis deməyim, çünki əslində biz nə isə o insan, belə deyim, biz öz psixoloqumuzu tapırıq. Yəni əgər hələ ki zəif iksə, o qədər tam yetişməmişiksə, hər kəsə psixoloq deyəcəyik biz onsuz Hı. da. Əgər bu gün biri çıxır, bayaq biz sizinlə də danışdıq, çox elə bilir ki, mən psixoloqam, deyirəm ki, mən psixoloq deyiləm. İndi mən sizinlə həm söhbət oluram, fikirlərinizi təsdiqləyirəmsə, bu o demək deyil mən psixoloqam. Demək ki, cəmiyyətin hələ, insanların hələ psixoloq anlayışı yoxdur. Yoxdur. Hər məsləhət verən, hər belə bir-biri ilə diskussiya edənlər psixoloq deyil. Yəni mən həmişə deyirəm, mən jurnalistəm, psixoloq deyirəm. Deyirlər, yox, yaxşı danışırsınız da, sizinlə seans edək. Deyirəm ki, mən jurnalistəm, sizə necə seans keçə bilərəm? Yəni dediyim kimi, əgər hələ cəmiyyətin psixoloq anlayışı olmadığına görə hər kəsə psixoloq deyirlər və psixoloqu tanıya bilmirlər. Hı. Ona görə mən həmişə deyirəm ki, çox xahiş edirəm, dəyərli xanımlar, bəylər, ümumiyyətlə ailəli insanlar, cütlüklər. Çünki psixoloq seçəndə diqqətli olun. Yanlış psixoloqa rast gəlsəniz, bəli, o sizi yönəldəcək. O sizi necə yönəldəcək? Sizi sizə doğru kəşf etdirməyib birbaşa bəli, ailənizə müdaxilə edəcək və siz Hərəkətlərinizə müdaxilə edəcək. eynilə bunu belə et, indi belə et, gedişatdan xəbər bilim. Necə yəni psixoloq gedişatı niyə bilməlidir ki, hazırda ailəmdə bu proses baş verir. Biz dalaşmışıq, qaçırıq psixoloqun yanına. Sözümüz çəp gəldi, həmən zəng edirlər psixoloqa. Ümumiyyətlə bu doğrudurmu? Psixoloq gedişatı izləməlidirmi münasibətdə? Münasibətlərdə xeyr. Biz ona görə deyirik ki, bir psixoloq birinci bu mövzuya toxunmaq istəyirəm ki, cəmiyyətdə niyə psixoloq anlayışı yoxdur? Çünki insanlar məsləhət verməni, yəni düşünürlər ki, bir insan məsləhət verəndə psixoloqdur. Ümumiyyətlə psixoloq məsləhət vermir. Biz sadəcə oturub kimlənsə danışırıq, özümüzü rahat hiss edirik, deyirik ki, sən mənim psixoloqumsan. Əksinə, psixoloq insanı rahat deyil də narahat edir. Yəni seansda bir pasiyent seansdan nə qədər narahat ayrılırsa, biz psixoloqlar o qədər çox sevinirik. Çünki onda artıq fərqindəlik başlayır, yaşanır. Amma o ki, insanlar olur, seansdan deyə-deyə, gülə-gülə ayrılır. Onda artıq hiss edirik ki, nə isə bir problem oldu. Bu insan yetərincə məndən doğru şəkildə Psixoloq yol özü deyir ki, mən doğru aparmadım. aparmadım. Bəli. Bəli, nə isə o olmadı. Bəli. Çünki gülə-gülə deyirdi. Təbii ki, bəzən gülmək, gülə-gülə ayrılmaq lazımdır seansdan. Bəzən insanın Pozitiv kefi ayrılmaq. Bəli. bəli, pozitiv ayrılmaq lazımdır, amma bəzən, hər dəfə yox. Hər dəfə fərqindəliklə olmalıdır. Bəli. Və ikinci mövzu da ki, hər dəfə münasibətlər mövzusunda xeyr, yəni biz artıq qurban roluna düşürük. Deyirik ki, bu məsələni mən həll edə bilmirəm. Qarşı tərəf məsuliyyətimizi qarşı tərəfə atırıq. Bax, mən bu məsələni həll edə bilmədim, psixoloquma zəng edim, psixoloqun yanına gedim. Xeyr, sən artıq özünün çıxış yolunu yaxşı şəkildə bilməlisən. Bilməsən belə vəziyyətdə qalmalısan, heç olmasa beyin işləsin ki, görəsən bu vəziyyətdən mən necə çıxa bilərəm. Hər Sizcə dəfə yaxşı psixoloq o deyilmi ki, o toxumu səpə bilsin? bir dəfə olur, Bəli. bir dəfə verir, deyir ki, psixoloq bu formada gedə bilərsən. Artıq arxaya çəkilir.
sadəcə prosesi izləyir. İnsan o çətin situasiyalara, hallara düşəndən sonra özü vəziyyətdən artıq çıxmağı bacarmalıdır. Hər dəfə, valideyn kimi biz psixoloqlara, çox insan psixoloqlar anaları kimi görür. Anam kimi yanımda olsun, ora getsin, bura getsin. Xeyr, illərlə psixoloqa getmə deyə bir şey yoxdur. İnsanlar bunu o qədər qulaq asıram, 2 il psixoloqa getdim. 2 il psixoloqa gedib heç bir nəticə almadınsa, deməli o psixoloqun sənə heç bir xeyri dəymədi. Hərdən gedə bilərsiz, amma çox ağır məsələlərdə, elə ağır məsələlər var ki, bəli, gedə bilərsiz, narahat edir. Çünki, siz az öncə də vurğuladınız. Eee, Elə məsələlər olur ki, elə təcrübələr olur ki, biz onu zaman-zaman görürük. Bəzi travmalarımızı ümumiyyətlə heç biz bilmirik. Niyə? Çünki bəzi situasiyalarla sınanmamışıq. O situasiyalara düşməliyik ki, biz travmalarımızı bilək. O zaman bəli, getməliyik. Çünki özümdə yeni bir şey görürəm, deyirəm ki, bu məsələni necə həll etmək olar? Fikirləşirəm, həll yolunu tapa bilmirəm, dəstək alıram. Doğrusu budur. Yoxsa nəsə oldu, gedirəm psixoloqa. Bu artıq məsuliyyəti üzərinizdən atmaq deməkdir. Və insanlar küsürlər. Mənə çox insan yazır. Çünki mən çalışdığım qədər dəstək göstərirəm. Mesaj qutusundan olsun, sual-cavablar edirəm. Və məsələn bir insana mən bir dəfə cavab yazmamışdım. Bir də görürəm ki, mənə dastan yazıb göndərib ki, bəs Nəzmin xanım, siz o vaxt mənim suallarımı cavablayırdınız, indi cavablamamısınız. Görün mənim üzərimə nə boyda məsuliyyət öz beynində atıb ki, yəni öz məsuliyyətini mənim üzərimə atıb. Amma belə deyil. Hər zaman insanlar sizə dəstək göstərməyəcək. Hər zaman mən sizin yanınızda ola bilmərəm. Siz Bəli, özünüz öz yolunuzu tapmalısınız, doğru şəkildə də getməlisiniz. bu gün ümumiyyətlə fərqindəliyimizi artırmaq üçün çox şeylər var. Bəli. Amma siz dediyiniz kimi mən elə deyim ki, psixoloq Nəzrin xanım belə dedi də, psixoloq filankəs belə dedi də, belə olmalıdır. Bəs mən psixoloq Nəzrin xanımın dediklərini qəbul edirəmmi? Bu mənim üçün yəni çox asandırmı və ya mənim qaydalarıma uyğundurmu və ya Hımm. mənim yaşadığım şəraitə uyğundurmu? Elə o belə dedisə, mən də bunu bu cür edim Xeyr, deyə bir şey yoxdur. yoxdur. Bəlkə onun dediyi mənim ailəmə nəsə bir problem yaradacaq və ya doğru gedən münasibətmə. Hər şey doğru gedir və hazırda bu gedən münasibətdə səni narahat edən bir şey yoxdur. Yoxdursa, hər hansısa bir şeyi eşidib niyə o münasibətlə problem yaradırsan ki? Çünki Zaten gedir güvənir, qaydasında. bəli. Güvənir, yenə də deyirəm, məsuliyyəti o qədər qarşı tərəfə yükləyirlər ki, Bəli, deyirəm mən bu psixoloqa güvənirəm, nə desə odur. Xeyr, nə desə o deyil. deyil. Birinci növbədə bizə uyğun olan insanı seçməliyik. Hər cəhətdən danışıq, ağır olsun. Elə insanlar var ki, bizə nə qədər savadlı olur olsun, bizə uyğun insanlar deyil. Psixoloq demək istəyirik də, Bəli, bizə uyğun psixoloq. bizə uyğun psixoloqlar deyil. Biz onu yaxşı araşdırmalıyıq. Bilməliyik ki, bu mənə uyğun olan insandır, yoxsa yox. Belə bir şey də çox yorucudur. 3-4 psixoloq dəyişirlər. Bu da çox yorucudur. 3-4 psixoloqa eyni travmaları təkrar başdan danışmaq insan artıq yəni psixoloqa da ehtiyac olmaz. Öz travmalarını o qədər danışıb ki, Yorulur adam. öhdəsindən artıq gəlib o qədər ona buna deyib ki, Çox gözəl vurğuladınız. Travmaları dönə-dönə danışmaqla insan öz öhdəsindən gəlir, adiləşdirir. belə bir türklərdə deyim var ki, izahı olmayan şeyin mizahı olar. Və artıq o insanlar o qədər ona cavab tapırlar ki, bilmirlər neyləsinlər, gülürlər. Çox travmalı insanlar əslində hər şeyə çox tez gülür. Travmalarıyla, travmalarına gülür. Bu biraz kənardan gözəl, anlamlı, şirin bir şey kimi görünsə də belə deyil. İnsan öz travmalarına gülmək nə deməkdir ümumiyyətlə? Bunu bir dəfə həll etməlisiniz, amma doğru mütəxəssislə. Ən azından yaxşı, birinci dəfə sizin təcrübəniz doğru olmadı. Ən azından ikinci dəfə elə bir mütəxəssis seçməlisiniz ki, o sizə uyğun olsun. Eee, Mənə elə gəlir ki, gəlin belə bir, hər kəsin öz məsuliyyətini özünə verək. Düşünürəm ki, əgər biz burdan mesaj ötürürüksə, doğru mesaj ötürməliyik. Gəlin danışaq, münasibətlərdə qadının vəzifəsi nə olmalıdır, kişinin vəzifəsi nə olmalıdır? Həm, sevgi münasibətində, həm də ailə münasibətlərində. Məncə sevgili olduğumuz müddətdə, rollar başqadır, ya öhdəliklər başqadır daha doğrusu. Ailə qurandan sonra başqa olur. Yoxsa səhv bilirəm? Çox gözəl bir suala toxundunuz. Bu sual o qədər geniş bir sualdır ki, ən başdan danışmaq istəyirəm. Əslində, birinci qadınlarda deyirlər ki, dişil enerjini qaldırmalısınız, özünüz o rolda olmalısınız, oğlanlar da maskulen enerjide olmalıdır. Birinci qadın öz maskulen enerjisini qaldırmalıdır. Yəni öz güvən, öz dayaq, öz sevgi, öz qayğı, bunları qaldırandan sonra qarşı tərəfdən nələrsə istəyə bilərsiniz. Yoxsa məndə özgüvən yoxdur, öz dayaq yoxdur. Mən qarşı tərəfdən dəfələrlə nə isə istəyirəmsə, bu da artıq o deməkdir ki, yenə də bayaq dediyim kimi məsuliyyəti qarşı tərəfə ötürürəm, heç bir məsuliyyəti öz üzərimə götürmürəm və münasibət yaxşı, doğru bir şəkildə irəliləmir. Sevgililik dönəmində
Belə bir məsələ olur. Qadın deyir ki, mən həmin o kişinin anası olmalıyam, anası kimi. Ona yeməklər bişirməliyəm, onun qayğısına qalmalıyam. Elə bil ki, həmin kişi uşaqdır, xəstələnir, yazır. Nə oldu? Dərmanını atdın, getdin, gəldin, nə Görə bilim, bunu təbii şəkildə eləyir, yoxsa gözə bunu girmək üçün? gözə girmək üçün, 100% ki, gözə girmək üçün. Kişilər də eyni. Kişilərdə çox olmur əslində. Olmur. Daha çox Bəli, qadınlarda olur. qadınlarda olur. Qadınlar gözə girmək üçün. Ondan sonra evlənir, kişi görür ki, nə boyda bir fərq, arada böyük bir fərq var və qadının məsuliyyəti hər zaman, təbii ki, biz məsuliyyətə ayırırıq bir-birindən. Mənə görə münasibətlərdə eyni hüquqa sahib deyillər kişi ilə qadın, Hı mən belə hı. başa düşürəm. Çünki, qadının öz rolu var. Qadın öz zərafətini qoruyaraq münasibəti davam etdirməlidir. Kişi təbii ki, ən çox gündəmimizdə olan mövzu budur. Maddi cəhət 50-yə 50. Hı hı. Nə bilim, hesabı ödəmək. Xeyr, bu tamamilə kişiyə məxsus bir şeydir. Başa düşürsüz? Maddiyat Bəli. kişiyə məxsus bir şeydir münasibətlərdə. Necə ki, bizdə keçmişdə də olub. Niyə bu qayda qanun sonradan dəyişildi, mən anlamış deyiləm. Düzdür, qadınlar o vaxt işləmirdi və s. amma xanımlığını qoruyurdu hər zaman və kişiyə fiziki nə lazımdırsa, maddi olaraq nə isə eləmək və s. bunlar hamısı vəzifəsi kişiyə aid olan Məxsusdur, bəli. məxsusdur, vəzifədir. Qadın isə öz incəliyini qoruyaraq normal şəkildə o insanın qüruruna toxunmadan, indiki qadınlar çox belə, necə deyim, kobud səslənsə də həyasızlıq edir və dominantlıq edərək nəyisə əldə eləməyə çalışırlar Hə, və koçlar var qürurunu da, deyirlər ki, yəni bu gün bəzi koçların siyasətidir bu. Alın, aldırın, bəyə xərclədin, kart atın. Bu konkret Mhm. ifadələr var ki, Mən onu qadınlara bununla guya qadınlıq enerjisi qalxacaq Bəli, qadınlarda. mən ona görə dedim ki, bizdə birinci bu dişil enerji bu yazıq vəziyyətinə düşməkdir əslində, həqiqətən də. Çünki mən nəyə görə dedim? Birinci qadınlarda maskulen enerji olmalıdır. Öz güvən, öz dayaq. O qadın birinci o gülü özünə ala bilməlidir ki, qarşı tərəfə deməyə ehtiyac qalmasın. Qarşı tərəf görür ki, qadın özünə dəyər verir, bu hədiyyəni alır, mən də o hədiyyəni alacağam. Çünki kişi münasibətdə qadından üstün olmaq istəyir və kişiyə nəyisə izah eləməyə ehtiyac yoxdur. O zaten bilir nəyin necə olduğunu. Amma qadınlar öz rollarını pozaraq deyirlər ki, mən kişiyə yol göstərəcəm, bunu etməlidir, onu etməlidir. Ən böyük yanlış budur. Münasibətdə bir qadın o münasibətin gedişatını göstərməməlidir ki, sən bunu etməlisən, onu etməlisən, gəl bura gedək, ora gedək. Bunlar hamısı kişiyə aiddir. Qadınla xanım sözünü ayırmaq lazımdır burada. Qadın xanımlığını qorumalıdır. Bəli. Yəni adı üstündə xanım. Qadın yeri gəlsə bəyin yanına düşüb belə xanım kimi gəzməyi yetərlidir ki, o indiki hamının taktika deyib Hı etdiyi -hı. şeylərə nail olsun, düşünürəm. Çox qəşəng mövzuya toxundunuz. Ağlıma belə bir sual gəldi. Qadınlar daha çox hansı bəyə aşiq olurlar? Niyə bu sualı verirəm? Çünki danışdıqlarınızdan misal üçün kişi xüsusiyyətlərini vurğuladınız oradakı bəy belə olmalıdır əslində. Hı -hı. İllərlə də belə olub bəylər. Həmişə yəni belə deyək də öz rollarını bilən və hər zaman ailənin başında duran da bu şəkildə olub. İndi amma biraz rollar dəyişib. Dediyimiz kimi bu taktikalar falan o qədər şeylər, ağıl verənlər deyək də ortaya çıxıblar. Çətinləşdirirlər Çox münasibəti. çətinləşib. Əslində qadınlar indi necə bəyə aşiq olmaq istəyirlər, necə bəyi seçirlər, necə bəy diqqətlərini çəkir onların? Xarizmatikmi, pulu olanmı, yoxsa necə deyək, diqqət göstərən, daha çox diqqətdən şikayət edirik. Birinci dediniz, ehtiyac və nə? İstəklər İstək və arasındakı fərq. ehtiyac arasındakı fərq. Əslində istədikləri diqqətdir, amma bu qəribə ehtiyaclar ortaya çıxır. Qadınlar necə bəyi sevir? Əslində qadınlar günümüzdə bu mövzuda fikirlərini doğru üslubda, düşünürəm ki, doğru üslubda izah etmədikləri üçün çox böyük ciddi problemlər ortaya gəlir. Bəli. Qadınlar öz fikirlərini hal-hazırda doğru üslubda izah etmədiyi üçün ağır problemlər ortaya gəlir. Və kişilər düşünür ki, qadınlar indi hamısı pul gözdür, pul istəyirlər, pullu kişi, pul qazanan kişi, xərcləyən kişi və s. Amma qadınların əsas ehtiyacı bilirsiniz nədir? O pul deyil, o çabadır. Kişi qadın üçün nələrsə edə bilsin, o gücdə olsun, özü üçün nələrsə edə bilsin. Zəif Hamısı eynidirmi qadınlar? Çoxu mu elə düşünür? Bütün qadınlar istəyir ki, yanındakı kişi güclü bir kişi olsun, məsələni həll edə bilən bir kişi olsun. Deyirlər ya, o daşdan da pul çıxara bilən bir kişi, ağıllı kişi istəyirlər. Bütün qadınlar bunu istəyir. İnanın ki, pul istəmirik. Zaten ağıllı kişinin pulu da olur,
Hı hı. Ağıllı kişinin çox gözəl həyatı da olur. Onu deməyə də ehtiyac yoxdur. Yenə də deyirəm, bir qadın əslində deməməlidir ki, kişi bunu elə, onu elə. Xeyr, o qədər o kişi güclü olmalıdır ki, özü bilməlidir və o şəraiti yaratmamalıdır ki, qadın ona o yolu göstərsin və biz də elə güclü kişi Belə istəyirik. deyək də, qadın nə xarizmatik, nə pullu, nə diqqətli, heç biri deyil, ağıllı kişini sevir. Belə deyim, diqqətli onsuz da ki, ağla aiddir. Qadınlar xarizma artıq bu bilirsiniz, o vaxt belə idi ki, Diqqətli yaraşıqlı. ağla aid deyil. Mənə elə gəlir ki, diqqətli olmaq ağla aid deyil. Bunlar hamısı taktika və özünü göstərmə taktikadır da bunların çoxu. Belə deyim ki, nəyə görə mən dedim, diqqət ağla aiddir. Çünki ağıllı kişi zaten bilir ki, diqqətli olmaq lazımdır. Qarşıdakı qadın özünün dəyərini bilən bir qadındır və ona diqqətli olmaq lazımdır. Diqqət yetirmək lazımdır. Yenə də deyirəm, elə bir şərait yaratmamalıdır ki, qadın o kişiyə yol göstərsin. Baxın, ağıllı kişi budur. Yoxsa keçmişdə qaldı. Yaraşığa baxmaq və sair. İnanın ki, indi heç yaraşıqlı falan da bizim diqqətimizi çəkmir, pul falan da çəkmir. Bir çox qadın görürsüz ki, hətta deyərdim ki, kişilərdən daha çox işləyir, daha çox pul qazanır. Bir çox qadının öz biznesi var. Artıq ehtiyac yoxdur. Çünki qadın istədiklərini öz-özünə alır. Amma o diqqət, hörmət, qarşıdakı insanın ağlı, savad yox ha, ağıl, o münasibəti idarə etmək, baxın, əsas məsələ budur. Qadınlar da ən çox buna fikir verir. Nəzrin xanım, 2 sualım da var sizə son olaraq. Ümumiyyətlə bəzi insanlar tək qalmaq Hı qorxusuyla hı. münasibət qururlar ki, mən tək qalaram, tək yaşamaq və hətta buna sövq edirlər. Təkmi yaşayacaqsan ömrünün sonuna kimi, mütləq həyatında kimsə olsun. Ümumiyyətlə tək qalmaqdan qorxub münasibət qurmaq doğrudurmu? Təbii ki, doğru deyil. Bu necə olur? İndi izah edim. Bir çox xanım evdə müəyyən problemlər görür, ana tərəfdən problem görür və yaxud da cəmiyyət baskısı olur. Ana deyir ki, sən evdə qaldın. Cəmiyyət deyir ki, sən evdə qaldın. Günümüzün aktual problemlərindən birisidir, bəli. Və həmin o xanımda, həmin o qadında fikir formalaşır ki, mən tək qaldım və tək qalmamaq üçün evlənmək lazımdır. O beyinə o mesajı göndərir ki, mən tək qaldım və beyin də artıq elə bir hadisələr yaradır ki, bizim təhliyimizi bizdən alıb aparan bir insan qarşımıza çıxsın. Əslində sevdiyimiz, dəyər verdiyimiz, hörmət qoyduğumuz insanlar qarşımıza çıxmır. Bizim təhliyimizi oradan, necə deyim, örtbasdır edən insanlar qarşımıza çıxır. Təhliyimizi bağlayan insanlar qarşımıza çıxır. Və qadın bir müddət sonra görür ki, məsələn, kişi ilə ailə həyatı qurur, artıq tək qalmır. Görür ki, yox, evləndim də, öz işim də var, gücüm də var. Bu qadın ağıllı qadındsa və neynir? Deyir ki, mən nəyə görə yanımdakı ilə evləndim? Artıq özlərinə gəlirlər. Ona görə də deyirəm ki, heç bir insan travmanız varsa, çox azca belə özünüzdə onu hiss edirsinizsə, birinci psixoloqa gedin, ondan sonra münasibət qurun. Çünki siz bilmirsiniz nəyə görə o münasibəti başlayırsınız. Tək qalmaq üçünmü, qorxduğunuz üçünmü başlayırsınız? Və yaxud da nə bilim, hər hansı ata modelinə mi ehtiyacınız var deyəmi o münasibətə başlayırsınız? Pula mı ehtiyacınız var? Sevgiyə mi, qayğıya mı? Birinci bunu bilməlisiniz, ondan sonra münasibətə başlamalısınız. O zaman sağlam münasibət olar. Yəni belə deyək, yekunlaşdırsaq yəni söhbəti, hər hansısa bir şeyə görə ailə qurulmaz Bəli, və ya hər hansısa bir ehtiyaca görə münasibət qurulmaz. Münasibət o zaman iki insanın belə deyək, iki sağlam psixologiyada olan insanın bir araya gəlməsidir. bəli. Bir Eləmi? araya gəlib də yeni nələrsə dünyaya verə bilməkdir. Bir-birimizə yeni nələrsə qatmaqdır, bir-birimizin gözəl tərəflərini üzə çıxarmaqdır. Mənfi də ola bilər, fərqi yoxdur. Əsas odur ki, o məsələni aşmaqdır. Sağlam münasibət budur. Yoxsa düzdür, kiçik ehtiyaclar olur. Təbii ki, insanıq. İnsanıq, ehtiyaclarımız olur. Onu qarşı tərəf ödəməlidir, biz də eyniси ilə qarşı tərəf onu verməliyik. Amma bu psixologiyada, bu məntiqdə biz o münasibəti başlayırıqsa əgər, bu artıq sonu, çünki o ehtiyac bağlanandan sonra zaten istəməyəcəyik yanımızdakı insanı. Buna diqqət yetirmək lazımdır. Mən nəyə görə bu münasibətə başlayıram? Elə gənclər də, yeni ailə həyatı qurmaq istəyən insanlar da bu sualı özlərinə mütləq şəkildə verməlidir. Təşəkkür edirəm. Doğrudan da çox gözəl müzakirə etdik əslində. Dediyim kimi son günlər münasibətlər mövzusunda çox danışılır, amma nə qədər çox danışılsa da yenə sanki azdır. Dediyim kimi o qədər yanlış məlumatlar var ki, bu gün sosial şəbəkələrdə o qədər yanlış mesajlar ötürülür ki, insanlara doğru mütəxəssisdən alıb doğru fikirlər söyləmək məncə çox gözəl oldu.
Hər Bəli, hansısa söyləyəcəyiniz fikir varsa son yekunlaşdıraq. olaraq demək istəyirəm ki, heç bir qadın öz münasibətini və yaxud da özünü bir başqası ilə müqayisə etməsin. Hər bir şey burada başlayır. Sosial şəbəkələrə inanmayın. Orda hər bir şey nağıldır, yalandır. Yarı gerçək, yarı doğru, 100% yalan da ola bilər. Gerçək deyil amma 100%. Heç vaxt gerçək deyil. Çünki Bəli, məqsəd budur. Birinci başa düşməlisiniz sosial şəbəkənin məqsədini və öz həyatınıza birinci özünüzə zərər vurmayın. İkinci də ki, yanınızdakı insana sadəcə axışda olun, zövq alın o prosesdən. O insandan olmaqla zövq alın, özünüzlə qalmaqla zövq alın. gözlənti girir. Bilirsiniz, məsələ də budur. Bəzən o şeylərə baxırıq, bizdə də bir gözlənti yaranır. Ehtiyacımız olmayan gözləntilər Bəli, girir. bəli. Biri var ehtiyacımız olan gözlənti, qarşı tərəf o gözləntini bizə xırda-xırda olsa verir, amma bir də var ki, bizə lazım olmayan bir gözləntiyə giririk. O belədir, mən belə deyiləm. Çox yalandır. Ona görə də müqayisə etməyin və bir də bunu bilmək lazımdır ki, biz insanlar bəzən başqalarının həyatına baxıb müqayisə edir öz həyatına, amma bilin ki, sizin həyatınıza baxıb kimsə öz həyatını müqayisə edir. Yəni həyat bu şəkildə dövr edir. Ehe. Kimsə ona baxıb deyir ki, kaş onun həyatı məndə olardı. Bu da buna baxıb deyir ki, kaş onun həyatı məndə olardı. Yəni Bu sənin şəkildə. bəyənmədiyin Bu həyatını bir kimlərinsə bir bəli, başqasının bəyəndiyi duasıdır. həyat. Sizin yaşadığınız hal-hazırdakı həyat bir başqasının duasıdır. Bu qədər. Ona görə də axışda olun. Düşünürəm ki, faydalı bir çəkiliş oldu. Ümid edirəm gənclər də nə demək istədiyimizi anladılar tam şəkildə. Belə çox xoş oldu həqiqətən. Təşəkkür edirəm Nəzrin xanım. Bizim proqramın, ümumiyyətlə bizim efirin lap əvvəllərdə qonağı olmusunuz, amma biz həmsöhbət olmamışdıq. Həqiqətən də həmsöhbət olmaq çox xoş oldu. Belə deyək, gəncsiniz və gənc olaraq sizin ötürdüyünüz mesaj elə gənclərə təsir edəcək. Çünki bu gün gənclik demək əslində elə məsələnin başıdır. Ağıllı gəncliyin yetişməsi gələcəkdə sağlam ailə yetişməsi deməkdir. Yəni bu gün nə qədər gənclərimiz psixoloji cəhətdən sağlam və ağıllı yetişərlərsə, yəni onların ailəsinə mənə elə gəlir ki, ailə çatmaz. Heç bir sosial Bəli, şəbəkəyə baxıb özənmək də lazım bəli, deyil bəli, məncə. bəli. Təşəkkür edirəm. Mən izləyicilərlə də sağollaşım. Mütləq təkrar sizinlə görüşmək ümidi ilə. Dəyərli izləyicilər, elə mən də Nəzrin xanımın fikirləri ilə bitirmək istəyirəm. Eee, Əsla kimsəyə baxıb həyatınızı onun üzərindən qurmayın. Əslində sizin olana sahib çıxaraq daha gözəl şeylər yaşaya bilərsiniz. Ailənizi bu gün başqalarının həyatına baxıb, başqalarının həyatına özənib, ailənizi məhv etməkdənsə, münasibətinizi məhv etməkdənsə, hər zaman öz münasibətinizə yönəlik olub, özünüzdə olan ən gözəl şeyləri ortaya çıxarıb, ona görə yaşayın. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.